Qiyamət günü həqiqətən çox dəhşətli bir gündür. O gün Allah-u Teala öz qulları ilə təkbətək danışacaq. Aralarında heç bir tərcüməçi olmayacaqdır. Və Allah-u Teala onların başa düşdüyü dildə danışacaqdır. Hesaba gəldikdə isə hesab məsələsində insanlar qiyamət günü 3 sinifə bölünəcəklər. Onlardan bəziləri Allah-u Teala onların günahlarını örtəcək. Yəni insanlar onların günahlarına şahid olmayacaqlar və həmçinin də Allah-u Teala onları bağışlayacaqdır. İkinci sinif insanlar onlardır ki, onların günahlarına insanlar şahidlik edəcəklər. Yəni insanlar görəcəklər onların günahlarını. Və Allah-u Teala onların günahlarını bağışlayacaqdır. Fikir verin, birinci sinifdə Allah-u Teala onların günahlarını örtdü, bağışladı. İkinci sinif insan isə Allah-u Teala onların günahlarını insanlara göstərdi və sonra yenə bağışladı. Və üçüncü sinif insan da odur ki, onların günahlarını insanlara göstərəcək və onlar üçün iqab olacaq. Yəni etdiyi günahların əvəzi, cəzası olacaqdır. Allahdan istəyirik ki, Allah-u Teala bizi birinci sinifdən etsin. Bizi günahlarımızı örtənlərdən, öz məğfirətinə çatanlardan etsin. Əmin.